Bu hallarda da sidikdə qan müşahidə oluna bilər. Uzun müddət oturaq həyat tərzi keçirmələri, xüsusilə qida rasionu dəyişdikdən sonra protein tərkibli daşların miqdarı artmaqdadır. Uşaqlarda orqanizmdə bəzi fəsadlara səbəb ola bilər. Hər vaxtınız xeyir YouTube kanalı izləyicilərimiz. Uşaqlarda sidikdə qan, hematuriya dediyimiz problemdən danışacağım və bu problemin uşaqlarda əsasən yaranma səbəbləri haqqında məlumat verməyə çalışacağım. Çox gördüyümüz bir problemdir son dövrlərdə. Xüsusilə uroloji sistemin daşları daha öncə uşaqlarda nadir olan bir şey idisə, indi zamanla xüsusilə qida rasionu dəyişdikdən sonra xüsusilə protein tərkibli daşların miqdarı artmaqdadır uşaqlarda. Bu həm öd kisəsində, həm böyrəklərdə söyləyə bilərik. Təmiz sudan başqa olan içkilərin orqanizmə verdiyi zərərli təsirlər, insanların daha çox oturaq həyat tərzinə keçməsi, uşaqların uzun müddət, xüsusilə yeniyetmə dövrünə doğru bəzi hazırlıqlarla əlaqədar uzun müddət oturaq həyat tərzi keçirmələri və bu kimi hallar təbii ki, orqanizmdə bəzi fəsadlara səbəb ola bilər və bunlardan biri də böyrək daşlarıdır ki, bilavasitə əlaqəlidir. Və böyrək daşları nəyə görə vurğulayıram? Sidikdə qan yaranmanın, qan görünməsinin uşaqlarda ən sıx görülən səbəbidir. İkinci görülən səbəb sidik yolu infeksiyalarıdır. Yəni bilinən səbəblər içərisində sidik yolu infeksiyaları, böyrək daşları, sidik axarı daşları, sidik hissəsi və sidik kanalı daşları sidikdə qan halının görünməsinə səbəb ola bilər. Üçüncü səbəb travmalardır. Yəni hər hansı bir travma alarsa, uşaq uroloji sistemlə bağlı daha çox böyrək və sidik hissəsi travmalarını görürük. Bu hallarda da sidikdə qan müşahidə oluna bilər. Bundan başqa, bəzən isə sidik yollarında olan hemangiomalar, yəni damar mənşəli olan problemlər qanamaya səbəb ola bilər. Digər bir səbəb isə nefroloji problemlərdir ki, onunla biz cərrahlar yox, daha çox nefroloqlar məşğul olur ki, böyrəyin nefrotik sindrom dediyimiz, bəzən keçirilən poststreptokok pnevmoniyasından və ya poststreptokok infeksiyasından sonra uşağın əlində, üzündə, gözündə şişmələr, sidik miqdarında azalma, sidiyin rənginin ət suyu şəklində olması halları baş verə bilər ki, bunlar da sidikdə qan da görünməsilə müşahidə oluna bilər ki, bu da sırf bəzi glomerulonefrit problemlərinə bağlı olaraq, yəni böyrəyin xəstəliklərinə bağlı ola bilər və sidikdə qan görülməsinə səbəb ola bilər. Bu qeyd etdiyim səbəblərin hər biri ayrı bir xəstəlik və hər biri araşdırılması gerəkən ayrı bir patologiyadır. Ümumiyyətlə, uşaqlarda sidikdə qan normal bir hal deyil. 3-4 eritrosit bir uşaqda görünə bilər, amma bunun üzərində və daimi olaraq izlənilirsə mütləq şəkildə araşdırılmağını tövsiyə edirəm. Və sonda qeyd etmək istəyirəm ki, YouTube kanalımıza abunə olun, abunə olmanızı xahiş edirəm. Çünki siz abunə olduğunuz zaman bizdə yeni videolar əlavə olunduğu zaman sizə xüsusi bildirim gəlir və bunun vasitəsilə videolarımızı izləyirsiniz və təqib edirsiniz. Diqqətinizə görə təşəkkür edirəm.